Şimali Kiprdə təhsil almağı düşünürsünüz? Diplom tanınması, universitet seçimi, tələbə həyatı və valideynlərin ən çox verdiyi suallar. Bütün bunları bu gün bu sahədə uzun illər fəaliyyət göstərən qonağımızla cavablandıracağıq. Əgər siz də xaricdə təhsillə bağlı doğru, düzgün və şəffaf, etibarlı məlumat almaq istəyirsinizsə, bu söhbəti sonuna qədər izləyin. Salam, hər vaxtınız xeyir olsun. Mən Abbas İlqaroğlu, İlqaroğlu Educate Akademinin qurucu rəhbəriyəm. Bizim məqsədimiz xaricdə təhsillə bağlı düzgün, şəffaf məlumatları sizə çatdırmaqdır. Bu sahədə böyük əməyi olan Kipr Azərbaycan Diaspora Mərkəzinin qurucu idarə heyətinin sədri, Doğu Akdeniz Universitetinin beynəlxalq ofisi Azərbaycan koordinatoru Raul Diniyev. Xoş gəlmisiniz Raul bəy. Hoş gördük Abbas Bey. Dəvətiniz için öncəliklə təşəkkür edirəm. Burada olmaktan məmnuniyyət duyduğumu ifadə eləmək istəyirəm. Bugün soydaşlarımızın ağıllarında cavabını tapmaq istədiyi suallara birlikdə cavab verəcəyik. Biz təşəkkür edirik Raul bəy. Əminəm ki, bugünkü söhbət xaricdə təhsil almaq istəyən gənclər və valideynlərə çox dəyərli bir töhfələr verəcək. Əgər hazırsınızsa, sizə bəzi suallarım olacaq. İcazənizlə sizi əvvəlcə izləyicilərimiz tanısın. Qısaca Raul bəyi tanıyaq. Buyurun. 2011-ci ildə Şimali Kipr Türkiyə Respublikasının Qazi Muasa şəhərində Doğu Akdeniz Universitetində bakalavr təhsilinə başladım və bakalavr, magistr təhsilini Doğu Akdeniz Universitetində tamamladım. Bugün doktora proqramını tamamlamışam. Kipr Azərbaycan Diaspora Mərkəzini dövlətimizin göstərişi ilə 2017-ci ildə təsis etdik və o gündən günümüzə qədər onlarla dövlət proqramlarına ev sahibliği etdik. Bugün də Şimali Kiprin Qazi Muasa şəhərində yaşayıram. Doğu Akdeniz Universitetinin Azərbaycan şöbəsi ya da belə deyə bilərik, beynəlxalq ofisi Azərbaycan koordinatoru olaraq fəaliyyət göstərirəm. Nə gözəl Raul bəy. Sizə o zaman bir sual daha verəcəm. Diaspora fəaliyyətinizə başlamağınıza səbəb nə olub? 2017-ci ildən öncəki illərdə də soydaşlarımızın üzləşdiyi problemlərdə birə-bir yaxından maraqlandım. Problemlərin həlli üçün çalışdım və deyərdim ki, həll etmədiyimiz heç bir problem də olmadı. Ancaq 2016-cı ildə dövlətimizin istəyi ilə bu işə ki başladıq. 2017-ci ildə bir il sonra, hətta 2018-ci ilin yanvar ayında bu uzun prosesi tamamlayıb Azərbaycan Mərkəzi dərnəyini qurduq. Nə gözəl. Bugün də fəaliyyətimiz davam edirik. Davamlı və uzun ömürlü olsun. Təşəkkür ederim. Fəaliyyətləriniz bol olsun. Yeri gəlmişkən o zaman belə bir sual verim sizə. Kipr Azərbaycan diasporasının əsas missiyası nədir? Öncəliklə bunu deyim, iki ölkə arasında, iki qardaş ölkə arasında mədəni, kültürel bağlar yaratmaq, mövcud olan bağları daha da gücləndirmək. Misal, keçən ilin bu ayı, iyul ayında Şimali Kipr Türk Cumhuriyyətinin Milli Eğitim Bakanı, Təhsil Naziri cənab Nazim Çamışoğlu, Bakanlığın Yüksək Öyrənim və Dış İlişkilər Dairə Müdürü cənab Behçət Əllimin, hocanın və Doğu Akdeniz Universiteti ilə Lefki Avropa Universitetinin rektorlarını Azərbaycana səfərlərini düzənlədik. Bu və ya sadalamadığım digər fəaliyyətlərin tamamı sadəcə iki ölkə arasındakı münasibətləri, mövcud münasibətləri daha üst mövqeyə daşımaqdır. Ən birinci məqsədimiz budur. Bəs yaxşı, belə bir sual verim. Sizi bu sahədə ən qürurlandıran işiniz nə olub? Soydaşlarımızın çox fərqli problemləri olub. Hətta eğitim sürəsində üzləşdiyi problemlərin yanı sıra dünyanın hər yerində olduğu kimi, təhsil görən gənclərimiz dünyanın hər yerində olduğu kimi, Şimali Kipr Türkiyə Respublikasında da müxtəlif çətinliklərlə üzləşirlər. Amma şanslı olduğumuz bir nüansı da söyleyeyim. Şimali Kipr Türkiyə Respublikasının digər ölkələrdən əsas fərqi orada bizim qardaşlarımızın yaşamağıdır. Hansı dövlət idarəsinə getsək, hansı problemlə bağlı dərdimizi danışsaq, onlar bizə digər ölkələrin vətəndaşlarından daha isti münasibət göstərirlər. Və
Orada biz özümüzü qərib hiss etmirik. Başqa bir ölkədəymişik kimi hiss etmirik. Genelliklə sanki Bakılısı elə Bakıdadır, Təbii ki. Cəlilabadlısı elə Cəlilabaddadır, Gəncəlisi Gəncədədir və sairə. Çox üzr istəyirəm Raul bəy. Sadəcə bir sual verəcəm. Raul bəy olaraq yox, Şimali Kipr Türkiyə Cümhuriyyətində yaşayan bir azərbaycanlı soydaşımız olaraq diasporanı necə dəyərləndirirsiniz? Bizim orada təəssüflər olsun ki, hələlik səfirliyimiz və ya konsulluğumuz rəsmi bir dövlət təşkilatı yoxdur. Sadəcə Kipr Azərbaycan Diaspora Mərkəzi bütün bu problemləri əlbəttə ki, dövlətimizin də aidiyyatı qurumlarına başvururuq. Mövcud problemləri yerindəcə həll edə bildiyimizi əlbəttə ki, heç dövlət qurumlarını məşğul etmədən özümüz birbaşa həll edirik. Amma bəzi məsələlərdə Ankaradakı Azərbaycan səfirliyimiz və ya İstanbuldakı konsulluğumuz vasitəsilə də bəzi məsələləri biz həll edirik. Çox gözəldir Raul bəy. Təşəkkür edirəm bu səmimi cavablarınız üçün. İndi isə keçək izləyicilərimizi ən çox maraqlandıran Şimali Kipr Türk Cümhuriyyətində tələbə həyatı və təhsillə bağlı mövzuya. Şimali Kipr denildiyi zaman, yəni təhsillə bağlı ağlınıza ilk nə gəlir? Örneğin Doğu Akdeniz Üniversitesi'nde bir nümunə vermək istəyirəm. Dünyanın deyərdim həmən həmən hər tərəfindən professional müəllim kadrı, Azərbaycanın ondan çox bölümdə Azərbaycanın bölüm başkanlığı, Azərbaycanlı bölüm başkanları, dekanlar, müəllimlər, dünyaca bilinen məşhur professorlarımız və əlbəttə ki, tələbələrimizin də inkişafında önəmli yer tutduğunu düşündüyüm uluslararası öğrenci, tələbə demək mövcudluğudur. Bu nədir? Deyəm ki, bugün hər hansı bir bölümdən, misal turizmdən bir Azərbaycanlı gənc məzun oldu. O, oxuduğu 4 il zərfində olsun Türk ölkələrindən, olsun Avropa ölkələrindən və ya dünyanın çeşitli ölkələrindən yaratdığı, o qurduğu ağ ki var, sadəcə onunla o yarın məzun olub iş həyatına atıldığında o qurmuş olduğu ağla belə Təbii o ki. çox böyük başarılı işlər görə bilər. Təbii ki, təbii. Və yaşama gəlincə Şimali Kipr bunu demədən keçməyim. Mən deyərdim ki, elə ölkənin tamamı sanki bir necə deyim, bir tələbə şəhəri, tələbələrin rahat yaşaya biləcəyi, olsun Aralıq dənizində yer alması, olsun gözəl, təmiz, bərraq sahillərində tələbələrin vaxt keçirtməsi, olsun universitetin böyük kampüsündə və s. və s. Çox gözəl izah edirsiniz. Təşəkkür edirəm Raul bəy. Mən özüm də bilirsiniz, Şimali Kiprdə ilk gəldiyim zaman, Türkiyədə uzun illər yaşadığıma rağmen, biraz uyğunlaşmaq məsələsində biraz çətinliklər var idi. Məsəl üçün necə? Bunu da sizə izah edeyim. Qiymətlərin dollarla, evro olmağı, TL də düzdür, rəsmi pulu TL-dir, amma euro, məsəl üçün evlər evro və dollar üzərindən hesablanılır. Maaşlar məsəl üçün ən düşük maaşlar bilirsiniz, yəni bu haqda da məlumat sizdən istəyəcəyik. $1200 olmağı və sizə görə Şimali Kipr Türk Cümhuriyyətinə bir tələbə gəldiyi zaman ilk növbədə nələrə diqqət etməlidir ki, bunlar yanlış və ya bunlar doğru olsun? Bu haqda məlumat verə bilərsinizmi? Əlbəttə. Öncəliklə belə deyim, orada tələbələrimizin tutduğu ev funt sterlin. Amma market alış-verişində və ya çalışdıqlarında deyəm ki, tələbələrimizin bir çoxu part-time, yarı zamanlı çalışırlar. Həm dərslərini alır, boş qalan zamanını da işlə düzgün dəyərləndirirlər. Bu şəkildə düşünürəm desəm daha konkret və daha net anlaşılır. Deyək ki, bir tələbə yataqxanada qalır. Kommunal ödəmələri olmur. Sadəcə yemək və kitab xərci, bir də kənara çıxdığında çayı, qəhvəsi, kiçik ehtiyacları. Mən deyərdim, Şimali Kipr Türk Respublikasında yaşam xərclərindən bəhs eləyirəm. Kampüsdə yaşayan, yataqxanada yaşayan bir tələbəmiz
ortalama 400 ile 500 dollar arası bir pulla rahat geçimlerini sağlayabilirler. Amma yarı zamanlı çalıştıklarında elə bu pulu da özləri təmin edə bilər. Çox gözəl yerə toxundunuz. Bayaq bildirdim mən ki, yəni Şimali Kipr Türk Cümhuriyyətində əmək haqqı $1200-dan başlayır. Əslində bu ölkəyə, yəni rağmen yenə dollarla, evro ilə nəzərə salındığı zaman, məsəl üçün tələbənin işləmək deyə bir haqqı varmı, hüququ varmı? Part-time işlədiyi zaman nə qədər maaş alır və bunun üçün bir problem olurmu tələbəciliyə? Bu haqqda da məlumat verə bilərsinizmi? Əgər ki, tələbə gün içində dərslərinə qatıldı və geriyə deyəlim ki, 8 saatı və ya 6 saatı və ya 10 saatı qalıb, o işlədiyi saata görə nə vacibini alır. İndi daha çox təhsildir deyə mövzumuz. Mən çox bu mövzuya istəmədim geniş yer ayırım, amma bunu da söyləmədən keçməyək ki, əminəm ki, izləyicilərimizin arasında bu sualın da cavabını gözləyənlər var. Ona görə tələbə deyəlim ki, səhər getdi dərsə, tələbəmiz günorta dərs saatı bitdi. Günortadan sonrakı vaxtını ayırdığında yarı zamanlı çalışdı. Buna rəğmən bir əsgəri ücretin, yəni təxminən $1200 yarısı və ya yarısından daha artığını ala bilər. Bu da onun kampüsdə yaşadığını düşünsək, bütün ehtiyaclarına yetər. Valideynlərin ən çox verdiyi suallardan biri də bizə Şimali Kipr Türk Cümhuriyyətində güvənlik məsələsi. Yəni sizcə güvənli ölkədirmi? Əlbəttə ki, Şimali Kipr Türk Respublikası dünyanın ən çox, mən deyərdim, güvənilir ölkələrindən birisidir. Necə? 15 ildir mən Şimali Kiprdə yaşayıram. Hələ bir dəfə bir silah açıldığı səsini eşitməmişəm. Ya da tələbələrimizin üzləşdiyi problemlərdən yola çıxaraq suala cavab versək, adətən kiçik anlaşılmazlıqlar, biri-biri arasında sözünün deyəlim ki, tərs gəlməsinin ötəsinə keçən bir durumu şəxsən mən şahidlik etməmişəm. İndi bəzi istisna durumlar olur. İstisnalar da qaydanı hər zaman kimi pozmaz təbii ki. Raul bəyə bir sual verəcəm. Təbii ki, izləyicilərin də soruşmaq istədiyi bir sualdır bu. Raul bəy, övladınız Allah saxlasın, Alparslan. Bugünkü gün üçün universitet çağına yetişmiş bir fərd olaraq, bir gənc olsa, Şimali Kipr Türk Cümhuriyyətində oxumağını istəyərdinizmi və hansı bölümdə oxumağını istəyərdiniz? Çox gözəl sual verdiniz. Böyük məmnuniyyətlə istəyərdim. Sadəcə Doğu Akdeniz deyil. Şimali Kiprin mən deyərdim biri-birindən gözəl çox universitetləri var. Amma Təbii ki. elə öncəliyimi Doğu Akdenizə verərdim. Niyə? Geniş kampüsünə görə. Niyə? Professional deməli müəllim kadrına, heyətinə görə, dünyanın 50-dən çox ölkəsinin tələbəsinin bir arada olduğu bir universitet olduğuna görə və s. bunun sayısını artıra bilərik. Yəni Doğu Akdeniz Universitetində ürək rahatçılığı ilə mən istəyərdim ki, təhsil alsın. Təşəkkür edirəm Raul bəy. Bölümə İnşallah. gəlincə də bölüm indi özü əlbəttə Təbii ki, təbii yəqin ki, özünü təbii ki. istədiyi olar. Mənə qalsa istəyərdim ki, beynəlxalq münasibətləri yaxşı bilsin. Mövzu tələbəçilik və Doğu Akdenizdən açılmışkən, Doğu Akdenizi digər dünyadakı universitetlərdən ən əsas fərqləndirən 3 şey soruşsam, qısa olaraq nə deyərsiniz? O zaman biraz əvvəlki cavabımdan Özət götürərək. özət götürək. Birincisi, çox saylı bölümləri və bölümlərinin öyrətmən kadrı, müəllim kadrı dünyanın bir çox ölkəsindən bilinən professorlar, akademisyenlər. Bu nəyi göstərir? Doğu Akdenizin bir uluslararası, elə sözün əsl mənasında uluslararası bir universitet olduğunu göstərir. Təbii ki. Yəni sadəcə orada Kıbrıslı və ya Türkiyəli və ya bir neçə ölkənin müəllim heyəti kadrı deyil. Dünyanın həmən-həmən hər tərəfindən, yəni ora gələn hər tələbə öz ölkəsindən ən az bir müəllim və ya 2 müəllim görə bildiyi bir universitet. Raul bəy, elə buna gəlmişkən, mən orada olduğum zaman da bunu müşahidə etmişdim. Çox az bir nüfus var. İstər Ukraynalı, istər Rus, istər dünyanın hər yerindən ora tələbələr yaxın olur. Desək ki, biz 1 milyon insan yaşayır Kuzey Kıbrıs'ta. Onun 600
mini vətəndaş deyil. Ya tələbələrdir, ya çalışanlardır, turistlərdir və s. İkincisi, kampüsünün genişliyi, sərbəst həyat, böyük kitabxanasının olması, hər tələbənin zövqünə uyğun istirahət guşələri, istirahət bölmələri, bunun sayısını artırmaq olar. Və üçüncüsü nə demək olar? Doğu Akdenizdə oxumanın ayrıcalığı nədir? Bugün dünyanın fərqli ölkələrində böyük vəzifələrdə Doğu Akdeniz məzunları var. Bizim ölkəmizdə də mənim şəxsən tanıdığım dostlarımız Azərbaycanda fərqli qurumlarda fəaliyyət göstərirlər. Dünyanın harasına getsə, o diplomla məzun olan gənc iş sıxıntısı yaşamaz. İndi isə keçək internetdə dolaşan bəzi miflər haqqında danışaq. Mən sizə suallar verəcəm. Doğrudur və ya yanlışdır mənə deyəcəksiniz. Ya doğrudur ya yanlışdır. Olarmı? Əlbəttə. Şimali Kipr diplomu tanınmır. Mən bunun qəti əleyhinəyəm. Belə bir şey əsla doğru deyil. Tələbələr işləyə bilmir. Bilir, Burada təhsil keyfiyyətli deyil. dünyanın ən keyfiyyətli universitetlərindən bir neçəsi elə Şimali Kipirdədir. Valideynlər övladlarını rahat göndərə bilməz. Narahat olmalarına, rahat göndərmələri üçün mən bir neçə səbəb saya bilərəm. Buna zaman ayıracağam. Çünki bu həqiqətən çox incə bir məqamdır. Valideynlərin ürəyinin rahat olmağı. Diqqətlə izləyin. Yəni bir valideynimiz ürək açıqlığı ilə, rahatçılıqla övladlarını Şimali Kipr Türk Respublikasına göndərə bilərlər. Orada həllini tapa bilməyəcək bir məsələ mən deyərdim yoxdur. Hələ mövzu təhsildirsə, çox dünyanın çox irəlidə gələn universitetlərindən, top 600-də olan universitetlərində uşaqlarını rahatlıqla təhsil almağa göndərə bilərlər. Aydındır. Düşünürəm ki, bir çox yanlış bilinən məlumatlara aydınlıq gətirdik. Raul bəy, diplom tanınmır məsələsi. Hələ YÖK onayı almamış universitetlərin diplomları Azərbaycanda tanınmaya bilər. Amma biz köklü universitetlərdən bəhs edirik. Bunların diplomları sadəcə Azərbaycanda deyil, dünyanın hər yerində keçərlidir. Bəs yaxşı Raul bəy, Doğu Akdenizin Avropa, Amerika və Azərbaycanın dövlət universitetlərinə transferi var. Bu həqiqətdirmi yoxsa yox? Koordinator siz yaxalamışkən bunu soruşaq. Doğrudur. Doğrudur. Fransa ilə belə ortaq proqram var. Yazılımda, misal aklımda olan bir şey deyim. Yazılım mühəndisliyinin Amerikanın akreditasiyasını aldığını bilirik. Bizim universitetlərimizdən ortaqlaşa universitetin yürütdüyü proqramlar var. Misal üçün, bir Azərbaycanlı gəncimiz gəlib Doğu Akdeniz Universitetində təhsil alır. O, birinci və dördüncü illər olmamaq şərti ilə, ikinci və ya üçüncü ilində gəlib Azərbaycanda 2 semestr, yəni 1 il təhsil ala bilər, əlavə ödəniş etmədən. İndi isə bir dənə mövzu var. Burada qısaca suallar verəcəm və siz qısaca cavab verərsiniz. Bir sözlə Şimali Kiprdə Azərbaycan diasporası. Birlik, Bir sözlə Doğu Akdeniz. inkişaf, Bir sözlə təhsil. gələcək, Bir sözlə liderlik. başarı, Bir sözlə uğur. davamlı, Bir sözlə Azərbaycanlı gənclər. gələcək. Raul bəy, bir sözlə gələcək. Elə bir sözlə də gələcək. Bir sözlə valideyn. Ocaq. İndi isə İlqaroğlu Educate Akademi şirkəti olaraq bizə bəzi valideynlərimizin sualı var. Onları Raul bəyə suallarını verək və həmən izləyicilərimiz də sualları bu videodan alsınlar. Buyurun. Raul bəy, bizə ən çox WhatsApp olsun və ya sosial media platformaları olsun yazılan 2 dənə sual var. Ən çox maraqlanıram. Şimali Kipr Türk Cümhuriyyətində təhsil alan gənclərimizin əsgərlik çağırışı möhləti necədir? Tələbələrimiz təhsil aldığı universitetdən aldıqları öğrenci belgəsi ilə möhlət hüququna, əsgərlikdən möhlət hüququ qazanırlar. Yalnız ailələr evlatlarını ölkənin xaricinə göndərirkən işbirliği etdiyi şirkətlərə diqqət etmələri çox önəmlidir. Təbii ki, bəzi işgüzar şirkətlər İşinin əhli olan, işini yaxşı bilən, etibarlı şirkətlərlə çalışan ailələr günün sonunda aldanmaz ya da hər hansı bir problem yaşamaz.
Evlatlarını ölkə xaricinə göndərmək istəyən valideynlərimizə İlqaroğlu təhsil mərkəzinə müraciət etmələrini tövsiyə edirəm. Sadəcə dostum olduğu üçün deyil, etibarlı olduğu için, işini bilən, işinin əhli olduğu için məsləhət görürəm və inanıram ki, əməkdaşlığımız böyüyərək, inkişaf edərək davam edəcək. Çox təşəkkür edirəm Raul bəy. Həqiqətən bunu sizin kimi dəyərli bir elm xadimindən dinləmək, həm dost sözünə layiq olmaq, həm də bu etibar sözünə layiq olmaq, əmin olun ki, yəni bu bizim ən böyük başarımızdır. Təşəkkür edirəm. Mən təşəkkür edirəm Abbas bəy. Sağ ol, sağ ol. Raul bəy, vaxt ayırdığınız və dəyərli təcrübənizi bizimlə bölüşdüyünüz üçün səmimi qəlbdən təşəkkür edirəm. İnanıram ki, bugünkü bu gözəl söhbətimiz həm tələbə adını almaq istəyən, həm də valideynlər üçün çox dəyərli bir söhbət oldu. Ümid edirəm ki, sizi yenidən qonağımız olaraq görmək bizə nəsib olar. Raul bəy, dəyərli izləyicilərimizə əlavə edəcəyiniz son bir sözünüz var mı? Təşəkkür edirəm hatırlattığınız için. Bunu söylemek istəyirəm. Bugün Şimali Kipirdə təhsil alan və ya önümüzdəki təhsil dönemlərində gələcək olan gənclərimiz hər hansısa bir problemlə üzləşdiklərində bir Azərbaycanlı olaraq, bir Azərbaycan diasporasının sədri olaraq və hər şeydən də əvvəl bir insan olaraq mənə müraciət etmələrini xahiş edirəm. Yanlış insanlara müraciət edib aldanmalarını və ya işlərinin həllində problem yaşamalarını istəyirəm. Biz Raul bəylə Şimali Kipr Türk Cumhuriyyətində dostluğumuz da zaten belə başlamışdır. Bir Azərbaycanlı olaraq Şimali Kipr Türk Cumhuriyyətində bir məsələ ilə bağlı sadəcə telefon nömrəsini alıb bir kəlmə salam, necəsiz? Bəs mən Azərbaycanlı falan kəs. Raul bəyin sadəcə indi üzünə demək olmasın həqiqətən. Raul bəyin sadəcə tək dediyi bir şey başqa bir şəhərdə idi. Bayaq bildiyi kimi Qazi Mağazada. Mən isə Lefkoşada yaşayırdım. Və hal-hazırda da orada yaşamağa davam edirəm. Raul bəyin dediyi sadəcə tək bir cümlə var idi. Gözlə əzizim. Gəlirəm bir Azərbaycanlı olaraq nə ehtiyacım varsa onu görək. Həqiqətən də təşəkkür edirəm Raul bəy. Yəni bu cür yanaşma, yəni mən bunun şəxsən şahidiyəm. Bu cür yanaşmayla, bu cür həm ilgilənməklə sizə dərin təşəkkür edirəm və əminəm ki, Şimali Kipirdə yaşayan tüm Azərbaycanlıların adından da bunu deyə bilərəm sizə. Əlbəttə ki, böyük məmnuniyyətlə hər zaman insanlarımızın yanındayım. Əlimdən gələn bütün dəstəyi, bütün köməkliyi də böyük məmnuniyyətlə göstərməyə hazıram. Fürsətdən istifadə edib sizin fəaliyyətinizdə sizə sonsuz başarılar arzu edirəm. Xalqımızın etimadını qazanmış bir şirkət və inkişaf yolunda inamlı yeriyən bir şirkət və günün sonunda bütün xalqımızın, mən istəyərdim ki, bütün xalqımızın tanıdığı, çoxsaylı insanların bildiyi, müraciət etdiyi bir şirkət olaraq da qalmanızı istəyirəm. Dərin təşəkkür edirəm. Çox sağ olun, minnətdarım bu gözəl sözləriniz. Əgər bugünkü söhbət sizin üçün faydalı oldusa, videonu bəyənməyi, takip etmək və paylaşmağı unutmayın. Əlavə suallarınız varsa, şərh bölməsində soruşa bilərsiniz. Xaricdə təhsil haqqında maarifləndirici yeni videolar istəyirsinizsə, o zaman İlqaroğlu Educate Akademiya sosial media hesablarımızı takip etməyi unutmayın. Növbəti görüşlərdə yenidən görüşənədək. Raul bəy, sizə də təşəkkür edirəm. Sağ olun. Gününüz gözəl. Təzəpiniz